Salam uşaqlar. Bugünkü mövzumuz sərbəst idi. Sərbəst mövzumuz tarixi şəxsiyyətlər haqqında idi. Tarixi şəxsiyyətlərdən kimin haqqında idi? İsmail. Bugünkü ana dilimizin dərsi İskəndər və Bukefa haqqındadır. İskəndər kim idi əziz? İskəndər Makedoniyanın hökmdarı Filipin oğlu olmuşdur. Filip vəfat edəndən sonra İskəndər taxta çıxmışdır. Təşəkkür edirəm. Sizin qrup İskəndər haqqında hansı maraqlı faktları söyləyə bilər? Səma. İskəndərin Bukefa adlı bir atı vardı. İskəndər bu atın əhliləşməmiş olduğunu görəndə atın yüyəyindən tutub yüzü günəşə tərəf çevirdi. İskəndər atı Bukefa adlandırdı və Bukefanın üstündə çox ölkələr fəth etdi. Çox sağ olun uşaqlar, təşəkkür edirəm. Və gəlin 3-cü qrupun işinə baxaq, qrup işinə baxaq. Mövzumuz nə haqqda idi? Tarixə iz qoyan şəxsiyyətlər. Ümumiyyətlə tarixə iz qoyan şəxsiyyətlər. Buyurun. Beləliklə dərsimizin sonuna gəldik çatdıq. Sizə təşəkkür edirəm. Həm birinci, həm ikinci, həm üçüncü qruplara çox təşəkkür edirəm. Tarixi şəxsiyyətlər haqqında belə məlumatlar öyrənirsiniz, araşdırırsınız. Və istəyərdim ki, Azərbaycan tarixi şəxsiyyətlərinə də zaman-zaman toxunaq. Mən istəyərdim ki, gələn dərsimiz, layihə işimiz Cavad xan haqqında, Pənahəli xan haqqında olsun. Belə qrup işi hazırlayaq, sizinlə yenidən görüşək. Bu qrupun qalibi olmadı, çünki bütün qrupları mən qalib hesab edirəm. Sağ olun. Sağ olun uşaqlar, gəlin sizi alqışlayaq. Əyləşin.